Vəssalam. Kaydı da götürək. Yükləyib əlavə baxmaq üçün. Müəllimə neçəni dediniz? 44 zəhmət olmasa. 44-ə baxırıq. Dördüncü sualımızda illik temperatur amplitudunun göstərildiyi izoterim xəritəsində ən yüksək kontinentallıq hansı ərazidə müşahidə edilir? Müəllimə, kontinentallıq quruluq deməkdir. Bəli. Amma bəzən quruluq deyən zaman hamı isti başa düşür. Yəni biz quruluq dedikdə tam isti də həmişə isti deyə bilmərik. Məsəl üçün quru var ki, soyuq qurudur, yəni şaxtalı. Quru var ki, isti qurudur, həddindən artıq quraq. Bəli, kontinentallıq həm soyuq quruluq, həm isti quruluq kimi başa düşülə bilər. İndi burada ən yüksək kontinentallıq hansı ərazidə müşahidə edilir prosesinə baxsaq, təbii ki, biz orada ümumi şəkildə illik izoterimə baxanda illik temperatur amplitudu deyilən anlayışda ən yüksək temperatur il ərzində mülayimin yayı həddindən çox qızır, hansı ki, bu mərkəzi hissəsi. O demişdim ki, elə bir ki, bir dənə boş qabı götürürük, pletkanın üstünə qoyuruq. İçində su olmadığına görə həddindən artıq qızır. Götürürük indi soyuğa qoyuruq. Yəni o boş qabı götürüb xaladelniyə, buzlamaya qoyanda həddindən artıq donur. İndi bu nə ilə bağlı idi? Bax buradan mülayim dəniz hava kütləsi gəlirdi Atlantik okeanından. O Ural dağlarına kimi yağıntısını tökürdü. Ural dağlarının orta dağlığında da yağıntısını tökdükdən sonra mərkəzi Asiyaya quru hava kimi daxil olurdu. Quru hava yay aylarında isti səthlə toqquşanda həddindən artıq qızır. Soyuq səthlə toqquşduqda isə həddindən artıq soyaraq şaxtalı keçirdi. Bəli, o şaxtalı keçmə prosesi, qışda şaxtalı, yayda isti quru keçmə prosesi mülayimin kəskin kontinentalının ən böyük amplitud fərqinin yaranmasına səbəb olurdu. Yəni çıxanda aradakı amplituda mülayimin kəskin kontinentalında geniş, yüksək şəkildə qalırdı. İndi burada da bizə deyir ki, ən yüksək harda müşahidə olunur? Deyiləm, mülayim enliklərin materik daxili hissələrində. Çünki mülayim enliklərin materik daxili hissələri həddindən artıq kəskin kontinental olur. Qışda soyuq kontinental, yayda isti kontinental. Aydındır müəllimə? Bəli, aydın oldu. Baxın. Növbəti sual. Müəllim 55-ə də baxaq bir dənə. Baxaq 55-ə. Mən D yazmışam. Ancaq biraz şübhələnirəm ondan. Aydındır müəllim. Müəllim, birinci bu cənub yarımkürəsidir. Bəli. 20-30 arasında dəyişibsə və cənub yarımkürəsində o yanvardır, fevraldır, dekabrdır, bunlar yay aylarıdır da, düzdür? Bəli. Bunu biz avtomatik subekvatorial veririkmi? Veririk. Cənubun subekvatorialı. Bəli. İndi orada 2-yə baxanda, indi biz bunu cənub götürəcəyik də, şimalları avtomatik siləcəksən. 2, 4, bir də 5-ə baxmalısan sən. 2 Atakama səhrasıdır. Tropikin səhrası Peru cəryanının təsiri ilə yaranan. 5 də ola bilməz. 5 də ola bilməz. Çünki 4-dür. Avstraliyanın cənubi, qərbi subtropikin aralıq dənizi, Avstraliyanın mərkəzi hissəsi subtropikin kontinentalı, Avstraliyanın cənub-şərqi isti cəryanın təsiri ilə subtropikin bol rütubətlisi. Və yaxud bərabər rütubətli də deyə bilərsən. İndi burada nə baş verir? Bax burada 4 olan zonada
O ki Viktoriya gölünə qədər, Şərqi Afrika yaylasına qədər ekvatorial hava kütləsi davam eləyir. Amma orada Şərqi Afrika yaylası yüksəldikcə ekvatorial qurşaq qırılır. Bax, həmən ərazidə ekvatorial qurşaq qırılır. Onun yerində nə yaranacaqdır? Təbii ki, subekvatorial yaranacaqdır. Ekvatorial qurşağın qırılma səbəbi orada yüksəkliyin artmasıdır. Şərqi Afrika yaylasına doğru. Bax, Həm də Efiyopiyaya da doğru o proses yaşanır. Hansı ki, o Viktoriya gölü hidrosferdə deyir deyə biz. Məsəl üçün, Ağ Nil qolu Viktoriya gölündən başlasa da, əsas hissəsi subekvatorial tərəfdən başlayır. Çünki Viktoriya Bəli. gölünün əsas hissəsi subekvatoriala düşür. Hı -hı. Aydındır? Çox hissəsi bəli, subekvatorial düşür. Bəli. Yəni orada da bizə 4-ü verməlidir. 4-dən başqa cavab qalmır orada. Hə, 4-ü götürmüşəm mən də. Səhv çıxardıbdı 4-ü cavab kimi. Yo, düzdür. Vəssalam. 4 doğrudur. Şu, müəllimlər, başa düşməyən varsa 55-də desin. Bax, qrafikdə siz nəyə diqqət etməlisiniz? Bir yağıntının düşməsinə, bu önəmlidir. Temperatura. Bunlara diqqət etməlisiniz. Vəssalam, qalan şeylər avtomatik qaydada gedir öz-özlüyündə. Baxaq görək. Buyurun, qrafiklərdən, diaqramlardan nə çətinlik varsa suallarınızı verin. Gəlsin. 59. 59. Baxırıq 59-cu suala. Tropik qurşağın rütubətli iqlim vilayətinin müvafiq gələn adalar. Əla. Bax, buradan ilk növbədə hansı adaları bilmirsiniz müəllimə? Müəllim, adaların yerini bilmədiyimə görə mənə çətin gəldi. Onda gəlin baxaq da bunun bir hansı ölkələrə aid olması haqqında da bir fikir yaradaq. Biraz da iqtisadi prosesə də toxunaq. Bir zəhmət olmasa oradan adaları mənə deyin. Saxalin. Bax getdi. Saxalin Rusiyanın adasıdır. Bax fikir verin. Saxalin birbaşa yerləşir mülayimin mussonu. Mülayimin mussonunun yağıntısı 1000 millimetrdən yuxarı olur. Yay ayları rütubətli keçir. Zaten bilirik ki, musson küləklərində danışdığımıza görə suyun üzərində, yayda yüksək təzyiq, qurun üzərində alçaq təzyiq yaranırdı. Bax, bəzən belə bir fikir verir, diqqətli olmaq lazımdır. Bax, inşallah 29-u yazdığım imtahanda biraz maksimum diqqətli olun. Yaxşı, ümumi bəzi xırdalıqlar da vermişəm. Maksimum diqqətli olmaq lazımdır. Əsas da bu federasiyalar, monarxiyalar, bu proseslərdə diqqətli olun. Orada da nəyi bilməsəz, indi izaha verəcəm, YouTube'da baxarsınız. Nəyəsə başa düşməsəz, geri dönüş eləyərsiniz bir də. Baxın, burada ən önəmli proses subtropikin mussonu ilə mülayimin mussonunda dayanmalısan. Hər şey qaydasında eyni şəkildə gedir. Yayın temperaturları 20-nin üstündədir, hətta 25 dərəcəyə çatır. Qışın temperaturunda biraz diqqət edirik. Nəyə? Mülayimin mussonu da, subtropikin mussonu da zaten mussonlar qışda quru keçir. Yağıntı vermir. Qışda bunlardan hansı mənfiyə düşəcək? Mülayimin mussonu. Niyə mülayimin mussonu? Çünki mülayimin mussonu şimaldan arktik hava kütləsinə yaxın olduğuna görə qış aylarında arktik hava mülayimin mussonuna təsir göstərib onu mənfi dərəcəyə sala bilir. Mənfi 5-7 dərəcəyə qədər hətta mülayimin mussonu düşə bilir. Amma subtropikin mussonu 0 dərəcənin aşağısına düşə bilmir. Həmişə 0-ın üstündədir. Çünki arktik hava qışda gəlib subtropikə çatana kimi öz xüsusiyyətlərini tamamilə itirir. Aydındır. Sonra hansı
ada var orada. Havay adası. Havay adaları. Havay adaları tropik xəttinin kəsdiyi adalardır Sakit Okeanda. Bax bunu bu tərəfdə verməlidir. Bax bu hissədə. Onu da burada göstərməyibdir. Bir dəqiqə görək ABŞ tərəfdə. Bəli, bax fikir verin bura. ABŞ-a məxsus adalardır. Düz tropik xətti bunun cənub hissəsindən kəsir. Tropikin dənizidir. İndi belə bir sual. Müəllimə, ümumi şəkildə tropik iqlim qurşağı hansı təzyiq qurşağında yerləşir? Alçaq yoxsa yüksək? Alçaq təzyiq qurşağında. Yox, tropik. Bax, tropik qurşaqlar haqqında danışmışdıq. 30 təzyiq qurşaqları. İsti hava olduğuna görə qalxan hava, belə deyək, hə? İsti havadır, qalxan hava idi. Amma demişdim ki, isti olması yetərli deyil. Onun tərkibində rütubət lazımdır ki, o tamamilə qalxıb qurşaq formalaşdıra bilsin. Bəli. Ona görə o bax isti havadır, tərkibi qurudur. O biraz yuxarı qalxan kimi tərkibində rütubət yoxdur deyə avtomatik soyub başlayır enməyə. Yüksək təzyiq qurşağı. Amma belə bir şey var idi. Deyirdi ki, tropikdə alçaq təzyiq sahəsi varmı? Bəli, sahələr var. Necə? Bax, tropik xəttinin əsasən qurudan keçdiyi hissələr tropik yüksək qurşağa daxildir. Amma okeanın içərisində olan isti cəryanların keçdiyi hissələr rütubətlənmə yaradır deyə tropik qurşağın dənizinə, yəni alçaq təzyiq sahəsinə malikdir. Bax, tropik qurşaq olaraq yüksək təzyiq qurşağıdır, qurşaq olaraq. Amma içərisində dəniz tipləri var ki, onlar nədir? Alçaq təzyiq sahələridir. Qurşağın içində sahə ola bilər. Aydındır? Aydındır. Bu hava adaları alçaq təzyiq sahəsindədir. Tropikin dəniz tipidir. Sonra nəyi verib orada bizə? Puerto Rico. Bəli, baba, Puerto Rico Böyük Antil adalar qrupundadır. Bax fikir verin. Bax bu adadır. Puerto Rico, Haiti, Kuba, Yamayka. Bu adalar və Baham adaları təbii ki. Bax, Bahamlar, Kuba. Burada 2 dənə Dominikan Respublikası ilə Haiti yerləşir. İndi belə bir şey var idi. Kuba ilə bağlı biz nə demişdik iqtisadi coğrafiyada? Sosialist ölkədir. Bəli, 5 dənə sosialist ölkədən biridir. Bax sonra burada bir şey yaddan çıxartmayın. Görürsünüz bu xırdadanı. St. Kitts və Nevis ölkəsi. Bax bu ölkə federasiyadır. Mərkəzi Amerikada bir dənə ada ölkəsi federasiya olan St. Kitts və Nevisdir. Bunlar hamısı düşür nəyə? Tropikin dənizinə. Böyük Antil adalar qrupu tropikin dənizindədir və Kiçik Antil adalar qrupu cənub hissəsi subekvatorialdadır, şimal hissəsi yenə tropikin dənizidir. Oldu mu? Bax, burada da Antigua və Barbado, Montserrat, Guadeloupe, Dominika, Martinik. Bax bu Martinik adasında Montompele vulkanı yerləşir. Fəaliyyətdə olan vulkan. Saint Louis, Barbados, Grenada. Bax bu adalar qrupu Kiçik Antil adalarıdır. Orada bir dənə Martinki adasında Montompele vulkanı yerləşir. Bəzən gətirib salırlar, fikir olaraq salırlar. Məsələn, Mərkəzi Amerikada adalar qrupunda vulkan varmı? Mütləq şəkildə var. Aydındır müəllimə? Aydındır. Sonra nə var orada? Falkland. Falkland adaları. Getdik bax. Bu Falkland.
adaları. Falkland adaları da yerləşir mülayimdə. Yəni bunun tropika aidiyyatı yoxdur. Sonra Mənim o Yeni Zelandiyandı o adalar. Falkland adaları Hə, hansı ölkəyə aiddir olar görəsən? Falkland adaları müəllim İngiltərənin müstəmləkəsidir. Hə. Bax fikir verin bura İngiltərənin bayrağını çıxartdı. Görürsüz bura. Hə, Zelandiyanla çaşdırdım mən də bayrağı. Bəli. Elə Zelandiyada oranın müstəmləkəsidir da. Sadəcə Hə. bunlarda özünü idarə hüququ var. Bax Avstriya, Yeni Zelandiya Konstitusiyası. bunlarda dominionluq hüququ deyirlər. Kanadanın özündə də 1910-cu ildə dominionluq hüququ veribdi. Görürsüz? Bax Avstraliya ilə baxaq. Görürsüz? Bəli, bəli. İkisində də İngiltərənin öz bayrağı işarəsi var. Bu da onun müstəmləkə olduğunun göstəricisidir. Bax gedək Belizə baxaq bir. Bax Hmm. Belizə dominionluq hüququ verdiyinə görə tam idarə etmə. Burada məsəl üçün biraz fərqlənibdir. Amma bu da ingilis dillidir da. Kanada dominionluq hüququnu tam aldığına görə 1910-cu ildən. Bu da görürsüz bayrağı fərqlidir. Artıq tam müstəmləkə kimi görsənmir. Aydındır. Aydındır. Sonra müəllimə başqa hansı adalar var? Daha sonra Yamayka. Deyinə Yamayka. Hələ Böyük Antil qrupuna aid olan Yamayka adası. Bax, burada Beliz ölkəsindən başqa bütün Mərkəzi Amerika hissəsi İspan dillidir. Gvatemala, Honduras, Nikaragua, Salvador, Costa Rica, Panama. Bu ölkələrin hamısı İspan dillidir. Sonra nə var? Tayvan. Nə? Tayvan. Əla. Tayvanda diqqət etməli olduğumuz. Tayvanı demək tropik xətti kəsir. Kəsir. Bunda bəzən qarışdırırlar. Qoyun bunu sizə tam görsədim. Gözünüz alışsın bu xırdalıqlara. Bax bunlar hamısı xırdalıqlardır. Baxın fikir verin. Görürsüz, Tayvanı tropik xətti kəsir. İndi Tayvan haqqında nədir? Tayvanın çox hissəsi cənubdan subekvatorialdır. Çünki mussonların təsiri ilə burada subekvatorial şimala doğru genişlənir. Bəli. Amma bu şimal hissəsindən hardasa bir 15%'lik hissə burada. Subtropikin mussonundadır. Subtropikin mussonu. Bir də var Hainan adası. Hainan adası tam şəkildə subekvatorialdır. Bax situasiyada fikir olaraq gətirib salırlar bəzən bunu. Burada da diqqətli olmaq lazımdır. Sonra nə var orada müəllimə? Galapagos. Galapagos. Bəli. Galapagos iqlimə görə maraqlı proseslərdən biridir. Burada təbii ki demişdik ki Nazca tavası ilə Kokos tavasının ayrılmasından yaranır vulkanik ada. Özü də Ekvador ölkəsinə məxsusdur. Gəlin bunu orada görsədək. Bunu dəfələrlə demişik. Baxın. Gördünüz, ekvator xətti həm ölkəsini kəsir, həm də özünü kəsir. Galapagos adası ekvatorda olsa da tropikin səhrasıdır. Bəli. Düz Peru cəryanı, soyuq Peru cəryanı düz gəlir bu Galapagosa qədər, ekvatora qədər çıxır. Gücü çox böyük olduğu Bengeldən ayrılır, soyuq cəryandır, buxarlanma aparmağı qoymur. Hətta dənizin içinə belə doğru tropikin səhrasının genişlənməsinə səbəb olur. Galapagos tropikin səhrası olaraq götürülür. Bax, burada da bəzən suallarda gəlirdi Parinyas burnu.
Parinyas burnu da tropikin səhrasında yerləşir. Yəni bu Amerikanın qərb burnu Peru ölkəsində yerləşir. Aydındır. Aydın. Buradan da bir şey deyək. Bu Braziliyanın Recife şəhərindən Perunun Lima şəhərinə qədər Amazonu mənimsəmək üçün Trans-Amazon yolu çəkilibdir. Bax bu da siyasiyada gəlir, düşür. İndi burada tam göstərməyiblər Recife. Bax buradadır. Bu hissədə. Başlayır, düz gedir Limaya qədər. Vəssalam. Bax bunu da gözünüzdə, yaddaşınızda saxlayın. Perunun ölkəsinin tam şəkildə ayrı xəritəsi. Bu da Ekvadorun xəritəsi. Sonra nə var? Fiji. Fiji. Hə, Fiji. Fiji tropikə yaxın keçir. Tropik kəsməsə də tropikə yaxındır, amma 180 xətti kəsir. 3 yarımkürədə yerləşən adalardan biridir Fiji. Baxın, bu ada. Bax, bunu tropik xətti kəsməsə də bunu 180 xətti mütləq şəkildə kəsir. Ona görə də 3 yarımkürədə olan adadır. Digər bir şeydə bir dənə də yuxarıda adamız var idi. Bu zaten tropikə yaxındır ya, tropikin dənizinə düşür elə. Bax, Fiji. Tropikin dənizində yerləşəcək. Burada da bir dənə Vrangel adası var. Rusiyaya məxsus. Onun da 180 xətti kəsir. Bax, bu Vrangel adası. Yəni o da 3 yarımkürədə yerləşən adalardan biridir. Sonra 3 yarımkürədə o Sumatranı qeyd edə bilərik. Ekvator kəsir. Kalimantanı qeyd edə bilərik. Bax, Sumatra, Kalimantan. Sulavesini qeyd edə bilərik. Sonra nə var müəllim orada? Daha sonra Korsika adası. Korsika adası. Korsika dedik. Bəli. Hə, Korsika Aralıq dənizində. Siciliya, Sardiniya, bax gəlin burada bir-bir gedək. Burada 2 dənə Kipr. Biri Yunanistana məxsus, biri Türk xalqına məxsus. Bax, Kipr, Türk Respublikası. Bu da Kipr, Yunan. Bu ikisinə məxsusdur. Bu getdi Krit adası, lap qədimdən Yunanlara məxsus ada. Bax, burada Malta adasıdır. Hələ Malta ölkəsi yerləşir. Malta ölkəsi ərəb dilli ölkədir və inkişaf etmiş ölkədir. Siciliya. Bax, Siciliya Etna vulkanının yerləşdiyi. Sardiniya və burada bir dənə xırda ada var, İtaliyaya məxsus. Stromboli adası, Stromboli vulkanı yerləşir. Görün görə, bax bu adalardır. Stromboli vulkanı yerləşir bu adalarda. Baxın, fikir verin. Görürsünüz? Stromboli. Bəli, bu da İtaliyaya məxsus adalardır. Və Balear adaları oradadır. bəli, Balear adaları da o tərəflərdə deyirsən müəllim. bəli. Bax, burada da Fransaya məxsus Korsika adası. Bax, görürsünüz, Fransaya məxsusdur. Yaddan çıxmasın. Bax, burada Balear adaları İspaniyaya məxsus adalar. Bu adaların hamısı subtropikin Aralıq dənizidir. Zaten görürük. Bir də bu Cəbəl Tariq boğazını yaddan çıxartmayın. Burada əslində Cəbəl Tariq adası var. Burada tam görsətmir. Cəbəl Tariq boğazı və Cəbəl Tariq adası İngiltərəyə məxsusdur. Böyük Britaniya. Bu subtropikin Aralıq dənizi. Sonra nə var orada? Müəllim, bu variant uyğun olur. Madagaskar, Fiji, Tasmaniya, Korsika. Mütləq şəkildə. Yox, Korsikanı verə bilmərik də. Sən demirsən Aralıq dənizindədir. Bəli, Korsika Aralıq. Madagaskar düz gəlir. Madagaskarın şimalı subekvatorialdır.
cənubundan tropik kəsir. Baba keçək bura baxın. Qoy öz gözlərinizlə görün. Yadınızda qalsın. Bu videoya bir dəfə də özünüz istəsəz girib baxarsınız. Baxın, görsünüz. Cənubdan tropik kəsir. Eyni zamanda Mozambik isti gəryanın keçməsi, suyun içərisində yerləşməsi burada tropik alçaq təzyiq sahəsində tropik dənizin formalaşmasına səbəb olur. Yuxarı isə subekvatorialdır. Fijini bildik. Tropikin dənizidir. Özdə 180 xətti kəsir. 3 yarımkürədə yerləşir. Korsika Aralıq dənizi içərisindədir. Subtropik. Bir dənə Korsikaya görə orada gedişat pozulur. Sonra nə var orada? Sonra Kuba, Sosialist ölkə olan Kuba. Kuba mütləq. Bax bir şey də deyək. Kubanı tropik xətti qətiyyən kəsmir ha. Bəzən deyirlər bunu. Görsünüz. Baham adalarını kəsir. Kuba ilə Haitini tropik xətti qətiyyən kəsməz. Bu tipli suallar zaten var. Mütləq şəkildə diqqətli olursunuz. Sonra nə var? mənim Kuba, Haiti, Havay, Fiji. Onda da bunlar uyğun gəlir. Kuba, Haiti, Havay, Fiji. Havay, Və Fiji. salam. Hamısının yerini bildiniz. Bəli, mənim. Bir də şey eləmək üçün baxarsınız özünüz. Sonra nə var orada? Digər variantda Şri Lanka, Sulawesi. Bilmədiklərim bu. Hə, Şri Lanka ilə Sulawesi. Sulawesini görən kimi ekvator xətti kəsir, ekvatorial iqlim. Bu dəniz atına oxşayan. Deyinə. Sulawesi. İndoneziyaya məxsus adadır. Şri Lanka. Şri Lanka bax burada Şri Lanka adası hələ Şri Lanka ölkəsinə məxsusdur. Şri Lanka adasının cənubu ekvatorial, şimalı subekvatorial. Daha çox hissəsi ekvatorialdır. Maldiv adalarının cənubu subekvatorial, şimalı subekvatorial. Maldiv adaları hələ Maldiv ölkəsinə məxsusdur. Gəldik bax burada yuxarıda baba fikir verin bura. Görürsüz bu. Lakaşdif yazıblar. Lakkodifdir. Lakkodif adaları. Bax burada. Hindistana məxsus adalardır. Bu subekvatorialda yerləşir. Bir də burada Andaman adaları var. Andaman dənizi ətrafında. Cənubdan az hissədə ekvatoriala düşür. Çox hissəsi subekvatoriala. Bu da Hindistana məxsus adalardır. Andaman adaları. Aydındır. Aydın mənim. Nəsə qalmadı ki orada. Xeyr. Hə, burada xırdalıqları toplayıb veriblər. Bütün demək olar xırdalıqlar getdi. Sonra nə var orada? Verin gəlsin. 84-də baxarıq müəllim. Baxaq 84-də bir dəqiqə. 84. O səhifə neçə idi? Bir dənə də deyin onu mənə. Niyə çıxdı ki? 206. Bunun bu tip olmuyor da. Bu nə deməkdir? Onu görək bundan açdım. Yox. Demək 206. Bir dəqiqə.
Hə müəllimlər, deyin gəlsin. Neçə deyildi? Səhifə 206-da 84. Baxırıq 84. Avrasiya və Şimali Amerikanın müvafiq olaraq oxşar və fərqli xüsusiyyətləri baxaq. Musson küləklərin iqlimə təsiri. Həm İkisində də Avrasiyada, var. həm Şimali Amerikada musson küləkləri var. Bu oxşardır. Bu oxşardır. Amma bir əmma var. Burada demişdik. Demək, musson küləkləri Avrasiyada həm subtropikin, baxın, həm subtropikin, həm də mülayimin daxilində musson tipi yaradır. Eyni zamanda Avrasiyada subekvatorialın daxilində də musson tipi yaradır. Cənubi Asiya zonasında, bir də Cənub-Şərqi Asiyada. Hə. Bax görürsünüz bu hissələrdə. Subekvatorialın tərkibində musson tipi yaradır. Zaten burada tropikin Pakistanla Hindistan sərhəddində Tar səhrasında qırılmasına səbəb olan musson küləkləridir ki, orada tropik qırılır, yerini subekvatorial alır. İki dənə keçid qurşaq bir-biri ilə Hindistan yarımadasında birləşir. Tropik artıq burada pozulur, qırılır. Amma biz gəlirik Şimali Amerikaya. Şimali Amerikada bu Atlantik sahili ovalıqda, baba bu hissədə. Demək, musson tipi olsa da subtropikdə. Buradakı demişdik ki, Gulf Stream cəryanı imkan vermir ki, baba burada mülayimin mussonu yaransın. Mülayimin dənizinə çevirir buranı. Ona görə bəzən deyəndə ki, bu iki materikədə hər ikisində də mussonun, mülayimin musson tipini formalaşdırır musson küləkləri. Bu səhv fikirdir. Şimali Amerikada mülayimin mussonu yoxdur. Üç yarımkürədə yerləşmələri Şimali Amerika 1-2 yarımkürədir. Çünki Şimali Amerikanı ya ekvator kəsmir, ya Qirniviç kəsmir, ya da 180 kəsmir. Heç biri kəsmirsə 2 yarımkürədədir. Bir materik 2 qitədən ibarət olmaları. Bir materik 2 qitədən ibarət olan təbii ki Avrasiyadır. Ərazilərində Aralıq dənizi iqlim tipi formalaşması, Avrasiyanı tam şəkildə görürük, Aralıq dənizi ətrafı. Gəlirik. Hara? Kaliforniya ştatına. Baxın, burada Şimali Amerikanın Meksikaya aid olan Kaliforniya yarımadasında cəmi 5%lıq yuxarı hissədə subtropikin Aralıq dənizi var. Keçdik ki, yuxarı hissəyə baxın. Bu yuxarı hissədə isə, bax, bu yuxarı hissədə. ABŞ-ın Kaliforniya ştatının demək olar 90%-i hələ subtropikin Aralıq dənizidir. Amma baxın, ABŞ-ın Kaliforniya ştatı nəzərdə tutulur. Kaliforniya yarımadası Meksikanındır. Ştat ABŞ-ındır. Bəzən bizə deyilir ki, subtropikin Aralıq dənizi tipi Meksika ərazisində geniş yayılıb. Və yaxud Meksikanın Kaliforniya ştatında geniş yayılıb. Belə bir şey yoxdur. Ştat anlayışında çox yayılma prosesi varsa o ABŞ-dır. Yarımada deyirsə gedir Meksikaya. Vəssalam. İkisində də bəli, subtropikin Aralıq dənizi var. Şimal yarımkürəsində bütün iqlim qurşaqlarında yerləşmələri, Şimal yarımkürəsində bütün iqlim qurşaqlarında yerləşmələri desək, biz Avrasiyaya bunu götürə bilərik. Amma gəl ki, Şimali Amerikada ekvator yoxdur. Bəli, Şimali Amerikada ekvator yoxdur. Qəti şəkildə. Subekvatorial düşür cənub hissələrə müəllim. Bəli, subekvatorial o Panama ölkəsinə gəlir düşür. Bir də Kiçik Antil adalarına gəlir düşür. Yaxşı. Bəli. Sonra Lavrasiya qursuna aid olmaları bəli. Lower Asiya. Şimal hissə.
Şimali Amerika ilə Avrasiya zaten bir adı altında Lavrasya'da birləşik olublar. Vəssalam bu qədər. 1'dir, 4'dür, 6'dır. Bu oxşardır, qalanları da fərqli. A variantı. Aydındır müəllim. Bəli, bəli. müəllim. Kimin nə sualı var saxlamasın, gəlsin. Buyurun. Nə sualınız var verin. MHM-dən. İşləmisinizsə MHM-dən verin. Güvəndə yoxdursa MHM-i. Baxın. Nə oldu? Birdən-birə səs getdi. Müəllim, əgər güvəni qurtardıqsa MHM-də var suallar. Müəllimlər, güvəndən sualınız var. Mən bir dənə də 130 hafsa onda qurtardı sualını. Baxaq. Vaxt ayıracağım, narahat olmayın. Hamısına baxacağıq. 131'ə baxırıq. Hə, uyğunluq. Bunda deyəsən nəsə səhvlik var idi, yoxsa bu tipli suallar Bunu yazmalısın. bəzən səhvlik olur. Cədvəldə uyğunsuzluğu müəyyən edin. Doğruya doğru uyğun, doğruya yanlış uyğunsuz. Yanlışa doğru uyğunsuz. Bu şəkildə gedəcək. Cənubi Amerikada mülayim iqlim qurşağında Sakit Okean sahillərinə qərb küləklərinin təsiri ilə bol yağıntı düşür. Cənubi Amerikada mülayim iqlim qurşağında Sakit Okeanın sahillərinə qərb küləklərin təsiri ilə. Biz ilkin Göstər. növbədə bu tərəfə baxanda müəllim, Atlantikdir. burada Okean da Atlantik var. okeanı olmalı idi. Bir də qərb küləkləri təsir elədiyi bu Cənubi Amerika zonasında orada Peru cəryanı var. O Peru cəryanı Hə. imkan vermir oraya yağıntı düşməyə. Həm də ora şərq tərəfə düşür. Bəli. Yaxşı. O səhv variantdır. Bəli. İndi bu yanlış. Fikir yanlışdır. Amma qarşısına doğru veribdir. Bu uyğunsuz olmalıdır. Hə. Asiyada tropik iqlim qurşağı bütöv zolaq əmələ gətirməyərək Tar səhrası rayonunda qırılır. Tamamilə doğrudur. Doğrudur. Doğruya doğru uyğun. Afrika materikinin şimal hissəsinin iqlimi, cənub hissəsinin iqlimi müqayisədə daha kontinentaldır. Ola bilsin ki, cənub hissədən soyuq cəryan keçir. Cəryan nə qədər olmasa okean küləyidir. Az da olsa tərkibində rütubət var. Rütubət var. Amma kontinentallıq orada çox olur ki, o sahildən daha uzaq olsun. Şimali Amerikada da bunun özünü görsədir. İndi burada Səhralarda görə. bəli. Burada fikir doğru verib qarşısında yanlış verib. Uyğunsuz. Yəni 2 dənə cavab var. Buna görə vermişdi siz, eləmi? Bəli, bəli, o çaşdırırdı məni. Hə, yox, A-da səhvlik var. Cənubi Amerikanın mülayim iqlim qurşağında Sakit Okean sahillərinə qərb küləklərinin təsiri ilə bol yağıntı düşür. Lap bol deyə bilmərik də. Sakit Okean sahillərində. Bəli. Peru cəryanı tərəf. Hə, Peru cəryanı tərəfə bilsən ora yağıntı gətirir, düzdür. Amma bol Hə, yağıntı deyə Peru- bilməz. Peru cəryanı. Peru cəryanı tərəf şərq sayılmır. Yoxsa qərb sayılır? Yox, Cənubi Amerikanın qərb sahilində deyir də sənə. Deyir, Cənubi Amerikanın mülayim qurşağında Sakit Okean sahillərinə qərb küləklərinin təsiri.
Orada qərb zad demir. Qərb küləklərinin təsiri. Hə. Ora Qərb yağıntı küləkləri də maşın üçün gətirir. qərbə Burada bunun təsir edir. səhvliyi odur ki, bol yağıntı, həddindən çox yağıntı deyə bilməz. Hmm. Yaxşı. Orada indi Bəli, biz bəli. ora kəskin kontinental deyə bilmirik. Həddindən artıq kəskin kontinental deyil. Amma götürübsən bol yağıntı da verə bilmirsən. Sadəcə orada bir o sözdə səhv eləyib. Hə, yağıntı düşür. Bu var. Məsəl üçün kəskin kontinentala belə yağıntı düşür. Ondan əvvəl mülayim kontinentala belə normal yağıntı düşür. Amma bol yağıntı düşmür da, o məsələ var. Aydındır. Bəli, bəli. Sadəcə orada doğruluğa uyğunlaşıb da orada bir dənə bol sözünü istifadə etməməlidir. Sonra nə var orada? Labrador cərəyanı Şimali Amerikanın şimal-şərq sahillərində Labrador Havanın cərəyanı temperaturu- Şimali Amerikanın şimal-şərq sahillərində havanın temperaturunun yüksəlməsinə səbəb olur. Fikri səhvdir. Bu soyuq cərəyandır da. Şimal Buzlu Okean tərəfdən gəlirsə, oradan soyuq havanı gətirir. Temperaturu aşağı salacaq. Hə. Burada yanlışa yanlış uyğundur. Avropa Atlantik Uyğundur. Okean sahillərində havanın rütubətlə doymasına Şimali Atlantik və Norveç isti cərəyanları səbəb olur mütləq şəkildə. Hələ orada Doğru. mülayim dənizə rütubət verən budur. Mülayim dənizə. Hı -hı. Bəli. Qaldı C variantı. Hə. nə? Orada C variantı səhv çıxdı onda. Afrika şimal hissəsində. Uyğunsuz çıxdı. İndi birdə də müəyyən qədər uyğunsuz var. İndi məcburi Əslən. şəkildə ən uyğunsuz olanı götürürsən də sən. Bəli, bəli. Bəli. Orada yəni A-da da məsəl üçün bol yağıntı verməməlidir tam şəkildə. Yağıntı düşür. Doğrudur, amma bol yağıntı deyə bilmir. Sonra nə var? Var mı? Burada. 124 müəllim. 124. Baxaq 124. Görək nədir? Deyirsən internet getdi digər müəllimlərdə. Çıxıblar. Doğru fikri müəyyən edin. Avropa qitəsinin qərb hissəsi şərq hissəsinə nisbətən daha qurudur. Müəllimlər, Avropa qitəsinin qərb hissəsinə baxanda şərq hissəsinə nisbətən daha qurudur. Bu səhvdir. Avropanın qərb hissəsi təbii ki, təbii ki nəyə düşür? Dənizə. Qərb hissə dənizdədir, Avropanın şərq hissə. Bax bunu deyən kimi bəzən hər şeyi qarışdırırlar. Avropa qitəsi deyən kimi bəzən bax belə suallarda bilirsiniz ha, sadəcə beyin onu sizdə tərs adlandırır. Nəsə Avropa qitəsinin şərq hissəsi deyən kimi hamı gedir o sakit okean o qırağına. Özün də bilirsən. Asiyan qırağına. Özün də bilirsən ha, Avropa sakit okeanda nə gəlir? Sadəcə o Avrasiya ilə birləşdirirsən, səhv verirsən. Yəni orada maksimum diqqətli olmaq lazımdır. Ona götürürlər musson. Sağ ol. Ona görə də bax burada diqqətli olun vurğulayanda. Avropanın qərb hissəsi getdi Ural dağlarında dayandı. Ora mülayimin kontinentalıdır. Amma daha doğrusu şərq hissəsi mülayimin kontinentalıdır. Qərb hissəsi isə dənizdir da, zaten orada isti cərəyanlar var. Bunun qərb hissəsi daha rütubətlidir. Bəli, bəli. Bəli, Dənizə burada yaxın olan. ilk fikir səhv verilibdir. Şimali Amerikada bütün iqlim qurşaqları formalaşmışdır. Bayaqlarım dedik, ekvatorial yoxdur. Afrikanın sahil adlanan hissəsi üçün mövsümi rütubətlənmə səciyyəvidir. Ümumən Afrikanın Mövsümi. sahil adlanan hissəsi savannalarla səhralar arasında formalaşır. Keçid zonasıdır ora. Bəli, keçid zonasıdır. Burada bəli, mövsümi olaraq, fəsildən asılı olaraq rütubətlənmə özünü göstərir burada. Bu doğru fikirdir. Yəni orada savanna ilə sərhəddədirsə mütləq şəkildə rütubətlənmə göstərəcəkdir özünü. Yayda ekvatorial, qışda tropik. Bəli.
İndi gəlin belə, orada yayda ekvatorialda gəlir. Zaten tropik il boyu orada aktifdir o sərhəddə. Yayda biraz ekvatorialın gəlməsi orada həmən ərazidə Rütubət səhraları, savannalara doğru irələməsinin qarşısını kəsir. Ha. Orada bizə bir dənə sual var, deyir ki, biosferdə. Deyir ki, səhra təbii zonasını, savanna təbii zonasına doğru irələməsinin qarşısını almaq üçün nə etmək olar? Biri orada beton bənd çəkmək, nə bilim divar hörmək, belə şeylər deyir. Biri də qoruyucu meşə zolağı salmaq. Əslində o meşə zolağını yaradır özü. Ekvatorial iqlim yayda gələndə müəyyən qədər yaradır. Sadəcə ona qulluq eləmək lazım ki, o tam meşəyə çevrilə bilsin. Hmm. Seyrək meşə kimi qalmasın. Bu məsələ var. Aydındır. Çöl zonası gedir. Afrikanın elə bir ki, çöl zonası kimi. Bəli. Cənubi Amerikada Atlantik Okeanı sahilində iqlimin formalaşmasına soyuq periyod cəryanı təsir eləyir. Atlantik Okeanı sahilində Braziliya Falkland cəryanları var. Peru sakit okeandadır. İsti Gulf Stream cəryanı havanın temperaturunu aşağı salır və sahildə səhraların yaranmasına. İsti niyə səhra yaratsın Yo. ki? Rütubətlənmədir. Aydındır. Burada müəllim Bəli. C-də siz nəyə yazmışdınız burada cavab? 124'te yazmamışım onu. Bak şimdi götürmem. C-də biraz anlaşılmayan hissə qalmışdı. Hə, sahil adlanan hissəsini. Aydındır. Sahil Bəli. sərhəd zonadır. Savanna ilə səhra arasında sərhəddir. Hı -hı. O həm də bilirsiniz nəyə görədir? O tropiklər axı savannalar tropikə doğru da genişlənir. Savannalar. Bəli. Bəli. Hətta Avustraliyada demişdik ki, Avustraliyada subtropikin içində belə savanna var. Ya bir dənə Avustraliya üçün xas idi da o xüsusiyyət. O səhraların içinə doğru savanna irəlilədikdə bax o sərhəd sahil adlanır. Çünki o savanna irəliyən yerə qədər ekvatorial hava yayda ora təsir göstərə bilir. Elə bir müəyyən sərhəd yaradır da, oradan onlar keçməyə qoymur. Bəli, Aha. müəyyən təbii sərhəd formalaşdırır. Hmm. Sonra nə var? Gəlsin. ...121 dənə baxım ələm 121-də. Baxırıq 121. Yoxsa arxadadır. Əla. 200. səhifə Asiyada 210. dəniz hava kütlələrinin hakim olduğu ərazilərin Turan ovalığı bilirik ki, müəllim. Xəzər dənizinin şərqində, Mərkəzi Asiyada. İndi bu təbii ki, bunun cənubu subtropikin kontinentalı, şimalı mülayimin kontinentalı. Hindistan yarımadası. Hindistan yarımadasında subekvatorialdır. İndi burada dəniz hava kütlələri deyəndə mussonların yayda cənubdan gətirdiyi rütubəti nəzərdə tutur. Bəli. Bəli. Ərəbistan Çünki yaylası altı. səhralıqdır. Bunu bilirsiniz ki, tropik xətti kəsir. Orada bir şey demişdik müəllim. Tropik xətti qırmızı dənizi kəsirdi yoxsa İran körfəzini? Ərəbistan yaylası. Yox. Tropik xətti qırmızı dənizi kəsir yoxsa İran körfəzini? Ərəbistanın onsuz da kəsir. Qırmızı dəniz kəsər də. Bəli, qırmızı dəniz. Bax bu dalbadala 2 dəfə şeyə gəlibdir. Bu sual. Nədir? Testdə. Miqə gəlibdir. 2 dəfə dalbadala istiyaçalarda gəlibdir. Bəli, qırmızı dənizi kəsəcək. Ərəbistan yaylasını zaten kəsir. Səhraya çevirir. Sadəcə biraz Aralıq dənizi ətrafında biz orada görürük ki, subtropikin Aralıq dənizi var. Müəyyən qədər Aralıq dənizi götürə bilərsən. Cavab çıxmadığı halda Ərəbistana müəyyən qədər götürə bilərsən. Böyük Çin düzənliyi zaten bura musson təsir göstərir. Hind-Çin yarımadasına da burada musson təsir göstərir.
Yəni aydın İki- cavabın varsa Ərəbistanı götürməyə ehtiyac yoxdur. 2, 4, 6. Bəli. Ərəbistan o vaxt götürürsən ki, bax orada Ərəbistan hakim şimal olduğu tərəfdir, deyir. bəli. Hakim olmaq üstünlük təşkil edir. Üstünləri seçib götürməlisən. Amma görürsən cavab çıxmır. Ərəbistan yaylasına Aralıq dənizindən gələn hava kütlələrini götürə bilirsən. Ərəbistan yaylasını, bəli. Bəli, Şimal bax o hissələrini İsrail, yəqin ki. Suriya, Livan ölkələri. Bax. Hə, Aralıq dənizi ətrafı. Hə. Bəli. İsrailin də desə Aralıq dənizinə çıxışı var da, səhv eləmirəmsə. Mütləq var. İsrailin də var, Hmm. Fələstinin də var. Bax Fələstinə baxın. İordaniyanın da. İordaniyanın Qırmızı dənizə çıxışı var. Bax Livan, Hmm. Suriya. Bunlar Aralıq dənizi. İordaniyanın Qırmızı dənizə, bax bu çatdan çıxışı var. İsrailin də həmçinin. Vəssalam. Burada da İordaniyanın idarə etməsi nə idi müəllim? Monarxiyadır. Monarxiya, konstitusiyalı monarxiya. Konstitusiya monarxiya respublika dövlətidir. İdarə olunması. İdarə konstitusiyalı monarxiyadır. İordaniya. Hı -hı. Küveytdə də konstitusiyalı monarxiyadır. Quruluşa gələndə, quruluş həm Küveytdə, həm İordaniyada, həm Unitar. Küveytdə, həm İordaniyada unitardır. Yaxşı. Oldu. Sonra nə var? Mən suallarım tutardı güvəndən. Onda keçək MHM-ə. Kimin nə sualı varsa MHM-dən sualını versin. İndi baxarsınız, gedişata baxarıq. 5-ci günü əgər əlavə suallarınız olmazsa, mən birinci dərsi keçərəm, sonra da vaxt qaldı, keçərik əlavə suallarınızı da yenə verərsiniz. MHM-in baxaq görək. Hani bunun böyük. Müəllimlər, MHM PDF-dən işləmisiniz? Bəli, Bəli, müəllim. Samir müəllim, sən də PDF-dən işləmsən? Bəli, müəllim PDF-dən işləmişəm. O PDF-də bir hissə yoxdurmu? Nədirmi? Belə bir şey var. Var müəllim, var. Prosta bu mövzu tam hələ var hələ ki, öz yerindədir. Onu mən tapa bilmirəm. Neçə dənə PDF göndərmişəm. 2 dənə, 3 dənə PDF göndərmişəm qrupa. Hamısı eyni çıxıbdır. Amma baxırsan ki, megabaytları fərqlənir. Yenə maraqlanacağım müəllim. Məndə biri də olmalıdır. Prosta o biraz fərqlidir. Elə bil ki, çatışmayan hansısa bölməni ayrıca tapmışam. Eybi yoxdur. Göndərərsən qrupa. Yaxşı müəllim, tapıb göndərəcəm. Əsas sual qalmasın. Burada da maraqlı suallar var. Müəllimlər, bir dənə də yeni nəşr kitab var. Ona baxmışam. Qəşəng kitabdır. Son araşdırmalarla yazıbdır müəllif. Onu bir dənə seyləyib göndərərəm şəklini. Əldə edə bilsəz, əldə edərsiniz. PDF-ini tapa bilməmişəm. PDF-i açsam PDF-i. Yəni son dövrün miqına uyğun hazırlayıbdır demək olar kitabı. Hələ içinə o arada bir şəkillərindən zaddan baxdım. Eyni demək olar eyni fikirdə, miq bazasına uyğun, yəni mənim araşdırmalarıma da uyğun qəşəng bir kitabdır. Onu deyəcəm, onu da alıb işləyərsiniz. İlin son 2 ayımızda da onu işləyək, sınaqlarımızı işləyək, inşallah yekunlaşdıraq. İqlim qurşaqları. Müəllim, buyur. 6 müəllim.
Yer kürəsində daha böyük ərazi əhatə edən iqlim qurşağını müəyyən edin. Müəllim, ümumi şəkildə yer kürəsində suda da belə çox yayıla bilən iqlim qurşağı tropikdir. Tropik mütləq şəkildə sakit okeanın daxilində çox geniş ərazilərə yayılır. Sən bir dənə hələ Peru cəryanının təsiri ilə tropikə fikir versən, gəlir ekvatora çıxır. Bilirəm müəllim, mən də elə tropik yazmışdım. Prosta cavabı onlar mülayim götürmüşlər. Dedim mən sizdən bir də soruşum. Yox, mülayimi verə bilməz. Yer kürəsində daha böyük ərazi əhatə edən. Bilsən bu desək ki, yer kürəsində daha böyük, bəlkə sualı elə qoymaq istəyibdi bu. Tam qoymayıb sualı. Yer kürəsində daha böyük quru ərazi əhatə edən. Quru ərazi desə, hə, düzdür, mülayimdir. Amma quru demirsə, ümumi nəzərdə tutursa, mülayimi götürənməz. Mülayim çünki sıxılır okeanın. Suyun üzərinə girdi, artıq orada sıxılma gedir. Yaxşı. Aydındır. İndi müəllim, bunlarda təşəkkür. biraz olan şeydir, o söz səhvləri var. Bax desək ki, yer kürəsində quru üzərində daha çox mülayim. Amma ümumi yer kürəsində daha çox, yəni su səthi də tamamilə götürsə tropik. Vəssalam. Sonra nə var? 13 müəllim. 13-ə baxırıq. Cəbhə yağışlarının daha çox müşahidə olduğu iqlim qurşaqları. Ümumən cəbhə yağışları isti cəbhə, soyuq cəbhə prosesidir. Bunlara biz daha çox müşahidə edirik ekvatorial və subekvatoriallarda. Ən böyük şəkildə müşahidə etdiyimiz proses ekvatorial və subekvatoriallardadır. Çünki orada isti cəbhələr geniş şəkildə yaranır və isti cəbhələrdə daha çox rütubətin düşməsi ardıcıl şəkildə gedir. Məsələn, soyuq cəbhə anlayışında soyuq cəbhə də formalaşır, amma burada daha çox müşahidə olunma nəzərdə tutursa, orada isti cəbhələrin zaman-zaman soyuq havanın daxil olması, ehmalca soyuması və daha yüksək isinmə prosesi özünü göstərir ekvatorialla subekvatorialda. Yaxşı, müəllim. Yağıntı isti cəbhədə düşür müəllim, yoxsa soyuq cəbhədə daha çox? İkisində də düşür. Sadəcə soyuq cəbhənin yağıntısı qısa müddətlidir. Leysan yağışlar deyir. Bax, soyuq əraziyə isti hava daxil, daha doğrusu, isti əraziyə soyuq hava daxil olursa soyuq cəbhədir. Soyuq hava daxil olur, tez şəkildə, sürətli şəkildə qaldırır isti havanı, birbaşa yağıntı düşür, topa bulut yaranır. 15 dəqiqə ərzində leysan yağışı düşdü, hava açıldı. Vəssalam. Aydındır müəllim. Amma isti cəbhədə günlərlə davam edir. Ehmal yağır, günlərlə davam edir. Yaxşı. Sonra Müəllim, burada- aydın. Ben burada cevabı D veriyor. Subtropik ve mülayim. cəbhə yağışları daha çox müşahidə olduğu iqlim qurşaqları, subtropik və mülayim. İndi cəbhə yağışlarını mülayimə verə bilər, amma subtropikə götürüb daha çox verə bilməz. Yox müəllimlər, subtropikə daha çox verə bilməz. Məsəl üçün, mülayimlə subekvatorialı versəydi, hardasa demək olardı buna. Yağışın ardıcıl düşməsi ilə əlaqədar bir proses olaraq və nisbətən miqdarının çox olması ilə. Amma subtropik ona var, hamısında cəbhə yağışı var. Amma söhbət burada nə qədər çox düşməsindən gedir. Əgər daha çox düşür deyirsə, hə, orada artıq subtropiki verə bilmirsən sən. O da ekvatorialda niyə cəbhə yağışları düşür? Ekvatorial tam qurşaq əmələ gətirmir. Subekvatorialla ekvatorial arasında bir təzyiq fərqi formalaşır cəbhələr arası. Ona görə bunlarda üstün şəkildə inkişaf eləyir. Amma götürüb mülayimi deyə bilərik. Mülayimdə də
fərqlərin çox olması aradakı cəbhə prosesini artırır. Amma götürüb subtropikə deyəndə düzdür, subtropikdə də var, amma subtropikin yağıntısı istənilən o qədər deyil. Həddindən artıq kəskin fərqlərlə müşahidə edilmir və yağıntı üst səviyyədə düşmür. Yəni burada cəbhə yağışları daha çox müşahidə edilirdiksə, yağıntının çox düşməsi də önəmli prosesdir. Amma siz ümumi şəkildə iqlim qurşaqlarının hamısında planetar cəbhələr var. O planetar cəbhələr məsələn tropiklə subtropik arasında tropik, daha doğrusu ekvatorialla tropik arasındakı hissədə tropik cəbhə formalaşır, böyük cəbhə. Yəni onların arasında hamısında cəbhələr var. Sadəcə burada daha çox düşmə prosesi deyirsən, sən orada ekvatorialla subekvatorial verməlisən. Mülayimi də verə bilərsən daha çoxa, amma gətirib subtropiki ora qata bilmirsən. Aydındır? Aydındır. Sonra nə var orada? Hı. 38 mil. Var 38-ə kimi. Xeyr mi? 38. Mesopotamiya ovalında yayılan iqlim tipini müəyyən edin. Müəllimlər, Mesopotamiya ovalığı Ərəbistan yarımadasının biraz şimal hissəsidir. İndi biz orada baxanda tam tropik dənizi zaten verənməzsən, mülayimi heç verə bilmirsən. Biz bura səhralıqdır, amma səhralıqdır subtropikin kontinentalı. Orada sən tropikin kontinental tipi deyə bilmirsən. Çox da. Burada yaranır subtropikin kontinentalı. Aralıq dənizi varmı? Çox cüzi şəkildə Suriya tərəfə düşən hissədə. Az şəkildə gəlir, keçir içəri. Amma içəri doğru gedəndə Mesopotamiya daha çox səhralıqdır. Bəs orada münbitliyin olması nə ilə əlaqədardır? Dəclə Fərat çayı ilə əlaqədar prosesdir. Orada subtropikin kontinental tipini verməlidir bizə. Müəllim, cavab elə o çıxıb. Prosto məndəki xəritəyə baxdım. Orada iki çay arasını məndə Aralıq dənizi iqlim tipinə göstərir. Heç o Biraz subtropikin kontinent. səhv verir. Deyəm, bax bir dəqiqə. İstəyirsiniz onun şəklini sizə atım, elə ora baxın. Onu da at. Mən özümdə olan xəritəyə də bu xəritə nisbətən daha doğrusunu verir bizə. Yox, bax müəllim, orada xətt göstəribdir. Subtropikdir. Subtropik olmağına subtropikdir o öz yerində. Amma gəl ki, bax Aralıq dənizi, bax bayaqlarım sizə deyirəm, Aralıq dənizi Ərəbistan yarımadasının sahilini, Fələstin, İsrail, Livan, Suriya bölgəsini əhatə edir. Yəni ondan içəri daha çox keçə bilmir o hissə. Mütləq şəkildə. Orada bilirsiniz nə ilə əlaqədardır? Mesopotamiya ovalıq hissədir. Nisbətən bu tərəf biraz qalxmış hissədir. Yəni Aralıq dənizi maksimum sahilə təsir göstərir. Qışda yağıntısını tökür, içəri keçəndə yenə quruyur. Yəni Quruyur, buranın qalır. hündürlüyü də şərtdir orada. Bax gəlin bir dənə burada bir xəritə var. Orada daha yaxşı göstərir bunu. Relyef quruluşunu. Fikir verin bura. Yox, nəsə bura göstərməyəcək. Bir dəqiqə. Bu buradadır. Hə. Bax oranın hündürlük məsələsi var. Ona görə o tip içəri keçə bilmir. Bax diqqət eləyin bura.
burada toqquşma zamanı bax buranın qalxması prosesi. Bax fikir verirsiniz müəllim. Bax. Hmm. Bax görürsünüz buranın relyefini. Biraz 3D Evet. formatında verib. Görürsünüz biraz hündürdür. Ben Mesopotamiyasını gətirim də baxaq. Hə, gətirirəm indi bir dəqiqə. Qoy biraz yandan baxım. Bax görürsünüz buranı. Hmm. Sırada sahil az da olsa hündürlüğü dağlar var. Bax görün İraq ərazisi necə çökmüş formadadır. Ha. Bax lap belə baxaq biraz. Bax görürsünüz. Hmm. Hələ o ərazinin daha çox qurumasının səbəbi odur elə köçəklikdə yerləşməsi. Ona görə kontinentallıq daha çox artır. Aydındır? Bax bu da hansı dağlar demişdik İranla İraq ərazisində? Zagros dağları. Bəli, DNA zirvəsi Zagros. Bax oradan da zaten rütubətin qarşısını kəsir. Bu tərəfdən də gəlib zaten İran körfəzindən nə buxarlanma gedəcək ki, gəlib içəridə rütubətlənmə versin. Vəssalam. Müəllim sizə bir xəritə atmışam. Onda Hə. görün sərhədlər. Baxaq müəllim bir dəqiqə. Çünki mən bütün dərs boyunca o xəritədən istifadə edirəm. Müəllim neçənci ilindi bu? Təzə almışam müəllim. Keçən oktyabrda zaxta götürdüm. Prosto üstündə ili bir dəqiqə mənim 5-ci nəşri göstərir. İli yoxdur hələ ki. Orada bir dənə şeyə bax 2025 gör. müəllim. Orada bir 25. dənə bax gör. İslandiyanı nəyə veribdir? İslandiyanı Subarktika. Hə. Yox müəllim, burada verir, amma onu verməməlidir. Orada İslandiyanı. bax, yox İslandiya yox. Bax. Bu xətti veribdir, amma düzgün verməyibdir da yəni onu. Bildim müəllim. Yaxşı. Bu nəzərə alarsan. Subtropikin kontinentalı. Yəni çünki Mesopotamiyayı biz səhra deyirik. Biz əgər şey olsa onu nəzərə ala bilmirik da yəni səhralıq olmasını. Aydındır? Gəlmədim başa düşdüm. Yəni Azərbaycandan da o xəritəyə də belə çıxır ki, Aralıq dənizinə düşür. Azərbaycanda Aralıq dənizi var. Niyə var? Azərbaycanda. Bu Naxçıvan hissədən bax. Qoyun bir dənə oraya keçim. Bax bu hissədən Azərbaycanda o dəniz hava kütlələri əraziyə daxil olur. Bax qoyun bir dənə bunu. Ora getdi. Qərb hissədən. Bəli, qərb hissədən. Qoyun bir dənə o 3D formatı açım. Bax bu Türkiyə Aralıq dənizdədirmi? Bəli. Bax bu Gürcüstan ərazisindən zaddan bu Qara dəniz üzərindən hava kütləsi daxil olur deyə bizdə formalaşır. Amma burada sahildə sıra dağların olması bu sahil hissələrdə Aralıq dənizi formalaşdırsa da çox içəri artıq kontinentala çevrilir. Yəni sən bir dənə Azərbaycanla buranı müqayisə elə gör arada nə boyda fərq var Qara dənizlə. Həmən bu İraq ərazisini bir dənə müqayisə elə. Bax fikir verin. Yəni İraq çox şəhərdir, değil mi müəllim? bəli, çox içəridədir.
Yəni su səthindən daha çox içəri gedibdir deyə Aralıq dənizi artıq ora çatanda öz xüsusiyyətini itirir Mesopotamiya tərəfə. Həm Ve- tropik ərazidir, həm çökək ərazidir İraq. Bəli. Mesopotamiyaya sən heç deyə bilmirsən, heç yoxdur. Yox, Suriya hissəsində düşür. Bax bu yuxarı hissəsi Mesopotamiyanın. Bax görürsüz bu hissəni. Bu Hı. Mesopotamiya hissəsinə düşür Suriyanın. Amma gəl ki Mesopotamiyanın üstün şəkildə deyəndə sən üstün şəkildə Aralıq dənizinə verə bilmirsən. Amma Azərbaycana o Gürcüstan tərəfdən maneəsiz daxil olur da. Bəli, Gürcüstan tərəfdən, Qaradəniz tərəfdən o dəniz hava kütləsi daxil olur deyə Aralıq dənizi formalaşdırır Azərbaycanda. Məsafə də yaxındır orada. Bəli, bəli. Bax. Və burada relyeflə aydın özün görə bilirsən. Hı -hı. Vəssalam. İndi burada tərəfdən, Qaradəniz tərəfdən Kolxida ovalığının olması, yəni bizim üçün üstünlükdür da o cəhətdən. Dar boğaz yaradır da, ki hava axınının bir istiqamətlə gəlməsi. Bəli, Koridor yaradır. bəli. Bax orada Gəncə Qazax düzü tərəfdən daxil olur bizə. Bəli, O həm havanın sığorta. yayılmasına dəstək göstərir. Başqa müəllimlər. 41 mən. 41. Baxaq 41 nə deyir? İki iqlim qurşağında yerləşən adalar. Müəllim, biri Madagaskar, Şimal subekvatorial, bayaq demişdik ya. Cənub tropikin dənizi. Sonra Tayvanın dedim bir 15% subtropikin mussonu, cənubda 80-85% subekvatorial. Ekvatorial. Düzdür? Hı. Yeni Zelanda körlüyü işlər orada. Niyə körlüyür ki? Mülayim subtropikə düşmür. Hə, o da düşür ki. İki dənə düşür də. Şimal hissəsi subtropikin, subtropikin. Bol rütubətlisi, cənub hissəsi mülayimin dənizi. Mülayim. Hı. Hətta yadımıza gəlir bununla bağlı bir dənə sual vermişdim. Deyirdim ki, Yeni Zelandiyada yerləşən Ruapehu vulkanı hansı iqlim qurşağının hansı tipinə düşür? Gəlib deyəsən öyle bir sual var idi. Bəli, Yeni Zelandiyanın şimal adasında yerləşir. Ona görə subtropikin bol rütubətlisinə. Tasmaniya mülayimin dənizi idi də deyəsən, hə? Müəllim? Cənubi mülayimin dənizi, şimalı yenə subtropikin bol rütubətlisi. Hə. Yaxşı. Hı. İndi amma Saxalin mülayimin mussonu, Sardiniya Aralıq dənizi getdi. Yapon ikisində də yerləşir də. Subtropikin mussonunda, mülayimin mussonunda. Yapon. Bəli, Siciliya getdi. Falkland mülayimdir ancaq getdi. Qalpagos Qalpagos getdi. tropikdir, getdi. Baffin torpağı arktikdir. İrlandiya mülayimin dənizidir. Bir dənə. Müəllim, qaranlıq qalan nəsə var burada? Aydındır, mən Tayvanı bilmirdim o 15% subtropik. Aha, o bayaqlarım dediyimdir. Bax gəl bunu bir də görsədim. Orada Tropik xətti kəsir. musson küləkləri təsir göstərir də ona. Tayvan əslində tam subtropikin mussonunda yerləşməlidir əslində. Musson küləkləri orada subekvatorialı şimala doğru sıxır, sahəni genişləndirir. Yaxşımı? Şimal tropiki kəsir onu. Bəli, bax. Fikir verir müəllim. Öyle tən yarıdan kəsir. Bəli. Bu əslində belə deyək, heç bir təsir olmasa tropikin dənizində olmalıdır. Amma təsirin böyük olması burada cənubda Mussonla çox bağlı. hissədə mussonun təsiri ilə subekvatorial genişlənir. 85% subekvatorialda olur. Şimaldakı 15% subtropikin mussonunda. Müəllim, qaranlıq qalan nəsə var? Aydındır, mən.
Müəllim, sizdə olan xəritənin iqlim xəritəsinin dünyanın da onun şəklini çəkib qrupa ata bilərsiniz. Çünki məndə Tayvanı subekvatorial göstərib. Bütün şeylər səhvdir, adalar, yarımadalar. Tayvanı tam şəkildə subekvatoriala göstərir. Bəli müəllim, bizə Yəni bir də mən baxın. bu yəqin səhvdir başdan ayağa. Bayaq da o Mesopotamiyanı şeyə göstərirdi, Aralıq dənizini. Yo, onlarda veririk, xəritələrdə səhvi. O bilirsiniz nədir? Xəritə hazırlanır, çapa vurulanda xətt düşür aşağı. Bütün problemlər ondan qaynaqlanır. Zaten ona görə mən deyirəm, bax neçə illərdən sonra o İslandiya adasını düzəliş elədilər. Həmişə verirdilər onun mülayimin dənizinə. Sonra tropik xətti kəsir kimi verirdilər. Tropik xətti düz onun üstündən keçir. Varsa verin müəllimlər suallarınızı. Var mı? Məndə də elə göstərir. 65 mən. Müəllim nətər göstərir səndə? Subekvatorialdadır. Tam şəkildə. Bəli, tam şəkildədir. Prosta şimal hissəsi düz subekvatorialın xəttinə dirənir də, belə kimi bu vəziyyətdə. Aha. Yo, o biraz aşağı olmalıdır. Çox cüzi. Yaxşı. Hə. Yəni sabah verəndə tutaq ki da deyir ki, subtropikin mussonunu seç. Baxırsan cavab qalmayıbdır. Adaları veribdir. Tayvan adasını götürə bilirsən. Subekvatorial kimi, Bəli. subtropik kimi. Bəli. Subtropik qurşaq gəlir qırılır ya hardasa. Bax, tam zolaq əmələ gətirənmir. Subtropik zaten qırılır da. Subtropik orada Tamam. qırılır. Çox cüzi şəkildə gəlir. Bir 15% Böyük Çin düzənliyində hissədə qırılır Tayvana deyəsən o. düşür. Böyük Çin düzənliyində qırılır deyəsən subtropik. Bəli, bəli. Şeydə. Böyük Hmm. Çin düzənliyində o mussonu da qıran onu. Bəli, orada qırılır. Bəli. Arktik iqlim qurşağına yerləşən ada. İndi Arktik burada iqlim qurşağı. İslandiya subarktikdir. Böyük Britaniya mülayimin dənizidir. Falkland mülayimdir. Ellesmere Vrangel adası qalır. Vrangel adası Şimal Buzlu okeandadır. Çukot dənizi tərəfdə. Ellesmere'də. Bu Kanada Arktik arxipelağı adalarıdır. Ellesmere adası tam şəkildə Arktikdədir. Amma Vrangeldə biz Arktik götürürük. 2 dənə variant çıxır. Bax, Baxın bir də orada. Vrangeldə verməlidir Arktikə. Burada yaxşı verməyib. Ellesmere mütləqdir. Orada zaten maqnit qütbü yerləşir. Ən şimaldakı böyük adalardan biridir. Bax o lap Vrangel 180 kəsir. Hə, Vrangellə Fijini 180 zaten kəsir. Bax Vrangeli Arktika bənövşəyi ilə verməyibdir. Tamam, burada Orada 2 dənə cavab çıxır. Müəllim, biri Vrangeldir, biri Ellesmere olmalıdır. Hələ onu deyirik da. Bax, Samir müəllim, Arktikdadır. xəritədə Vrangeli götürüb bənövşəyi hissəyə Arktika verməyib. Arktikdadır, bəli. Bəli. Bax görürsünüz. Yəni bu qeyri-mümkündür Arktika verməsin. Yəni oradan isti cəryan keçmir ki, deyəsən isti cəryan təsir göstərir. Yəni bu mütləq həm Vrangel, Vrangel. Həm bu ada, həm də Ellesmere.
Bax Elesmir, Ellesmere bu maqnit qütbü olan yer deyildi. bəli. Bax. Kanada Arktikin böyük adalarından biridir. Elesmir. Düz Arktikada yerləşir. Vəssalam. Aydındır müəllim. Aydındır mən. Bax bunlar niyə belə veribdir? Ellesmere. Sonra nə varsa verin gəlsin. Düz bunun bəzilərində çox səhv verir, çox səhvə yol verir. Neyniyək? Müəllimlər, burada saxlayıram. Bu planşetin